Herkese salam dostlar, YouTube kanalıma hoş geldiniz. Ben İsmail FF, bugün sizinle birlikte gördüğünüz gibi yeniden PUBG videosuyla beraber videoyu beğenip kanala abone olmayı unutmayın. Yorumda bir iki nefer var idi ki abi PUBG seç, abi PUBG seç. Ben yaman test olandım ya, gerek beğenemezdim. Videolarda abi PUBG seç, PUBG'de seç, PUBG'de seç diyenler vardı. Ona göre de olan ha, PUBG seç deyənlər var idi. Ona görə də onların da xətrini dedim qırmaq istəmədim. Mən də PUBG-ni çəyi bilə çox pis yerə düşdüm ya. Bax çox pis yerə düşdüm. Burada hoppanmaq teması biraz başqadır. Free Fire-da kimi deyir. Yəni istədiyin məsafədən hoppanıb gəlib istədiyin yerə gəlib çata bilmirsən. Burada körpünün üstünə düşmək lazımdır. Hə. Tərsanədir bura. Hə, tərsanədir deyəsən. Nəysə, tərsanəyə girdik. Başlayırıq görək birinci lootlardan nə çıxacaq qabağımıza. Mən Poçnoka məktəbə zada düşmək istirdim. Poçnoka zada düşmək istirdim. Prosto ki gördüm olmadı. Biraz tez hoppandım. Biraz səbirsizlik elədim. Amma bu oyunda əsas səbirdir. Bir də plandır. Plan cızmaq lazımdır. Yəni rəqibin olduğu mövqeyə uyğun. Elə Free Fire elədi bunun kimi. Neysə başlayaq. Bu Scar'ı da götürək qəşəng. Scar yaxşı oldu tapmaq. AK tapsaq çox qəşəng olar. Çünki AK həqiqətən də bu oyunda demək olar ki, mənə görə ən güclü silahdır. Yaxın məsafədən yəni düşməni məhv eləyir. Oba, sanitarka maşını. Bu arada dostlar, videoyu bəyənib kanala maksimum dərəcədə dəstək olub dostlarınızla paylaşmağı unutmayın ki, belə videolar daha çox gəlsin. Ya Allah, ya Allah. Maşın zad olsaydı gedərdik Tokilərə zada. Bir demeye var buraya işin düşmeydim diye. Məktəb hardadır? Bax gedirik ora qaqa. Hardan atırsan sen? Bunlar botlar əslində, oyunun verdiyi botlardır. Prosta bu oyundakı botlar da Free Fire'dakı botlar kimi deyil, çox güclü oynayırlar. DP28 götürək, oy belə DP28 də çox qəşəng silahdır. Yəni kit vuraq. Başlayan kimi 3 bot kill. Məncə qəşəngdir. Yəni də ağır kəsici vuraq. Bu Scar'ın yeni M416 götürək. Kanal dostlar, hamı bir-biriyle paylaşsın ki, vaxtında böyüyə bilək. Kanal böyüsün yəni. Oy belə, bu nədir o?
Burada mermilər farda kimi getmir. Sprey atmaq lazım. Sprey kimi gedir. Baba görürsünüz belə gedir. Qəşə öldürdüm amma. Prost bot idilər. Baxın, əsas var ya, bu oyunda var ya, bir buradır, bir də Poçinokdur. Orada yəni aləm deyir də bir-birinə. Bax oralar, kaş oralara düşərdim mən oyunun başında. Aləm, yaşam maraqlı video maraqlı başlayardı. Dost ki, M762-ni götürələ. 6x ilə tax buna. Gece maşın götürüp gede indi. Ya da kod vermeyin çok oyna. Çünkü kod verəndə mənim səsimi eşitmirsiniz. Tokçulara geldik. Kimsə var? Bəs kəşfiyyat zal aparaq. Qapılar necə basatdı? Yeni Potinki. Potinki de göre ne var? Hoppa, Poçinok geldi ya buralara da. Bir de biz onu yapıştıraq. Ne oldu ya? Buralara geldi, hiç adam zadı yok diye. Kırmızı alan da belli oldu. Gir bura, dükkan jetonunu götür. Qapını bağla. Qırmızı alan gələndə yoldaşlar nə etmək lazımdır? Bildiyiniz kimi qırmızı alan köhnələr bilir, Free Fire'da da vardı. Çöməlib evin içinə girmək lazımdır. Evin içində də pəncərələrə heç bir şəkildə yaxın durmaq olmaz. Pəncərələrə yaxın durun. Evin ortasında sadəcə bu kaman. Baxın, bu vəziyyətdə durun evin ortasında. Bax, bir dənə də qəşəng. Bizon güppüldadın. Durun evin ortasında. Dürbün demişə plekanı tutulu olsun ki, birdən olar da indi işdir. Düzdür, çox ehtimal deyil, amma bir nəfər əgər içəri girmək istəsə, silahınızın zona tutulu olsun. İçəri girən kimi lomb ona bir dənə qoyun.
Baxın görürsünüz pəncərəyə yaxın dursaydım getmişdim. Ona görə də maksimum dərəcədə evin ortasında durmaq lazımdır. Akemi. Akemi'ni ver bura. Oturdu. Baba post yok geldim adam yok. Bari heç olmasa alan mərkəzinə gedək görək bəlkə orada adam çıxdı. Çatışmaq istəyirəm. Oyunu sevirəm də bax bu oyunların gözəl tərəfi. Gəl bura sən. Sən. Motora. Bu botlar da yaman pis edibləri. Bot elə atır ki, elə bilsən ki, professional oyunçudur da. Çıx da buradan bu Ərəb bilet. Mənim kilimi çalanım var. Mənim kilimi çaldığı oğlum. Sən yaşatmayacağım onsuz gözlə bir. Mən buradan çıxım. Olsa buradan çıxmaq ayrı dərddir. Bu sekir edəm də. İşte Allah popo yok bilet. Çıxın evdən çölə. Bir nəfəri 5 saatdır vura bilmədim. Zoyo belədiyə məni. Şükür ha. Ay, sən var ya, mənim də zalımın yığılmış boğazına. Birini vursam o bir peysər çıxır da böyürdən. Beşli. Nötər ölmədin nə sən? Dedi Free Fire'a girsəydi var ya. Video sonundan saydı var ya. Dəli olmuşdum. Bu ərəblər canımı yığdı ya boğazıma.
Yani bunlar botlar yanma. Free Fire'daki botlar kimi değiller. Adam canını sıfıra salmırlar. 44 nəfər var ya, biz nələr gözləyir qabaqda. İndi gelirik nə edirik? Mən tükkan jetonu tapmadım, yeleği dəyişim. Yeleği cırıq-cırıq ediblər. Drop saat düşüb bu tərəflərə, bir dənə baxım görüm bura. Hücum yeleği götürənmirik. Gedək görək buralarda. Ruins'e gedək görək bu Ruins nədir belə, o öz alanın tən ortasıdır. İnanıram ki, o da güclü bir takım bizi gözləyir. Bəlkə də Real'in oyuncuların takımıdır. Ne de o? Bu sürme. Oy belə qırmızı alan. Qırmızı alan sıx turbonu sıx çıx bu alandan. Ya, onlara ayıracaq vaxtımız yoxdur. Birinci qırmızı alandan çıxmalıyıq. Bu bir. Bu drop alınıb. Bu drop alan gədə budur. Bu akımını dəyişmək lazımdır. Bu akımı çox çəkir. Bu bir dənə şey bulmalıdır, üstündə ayar olmalıdır. Kabzadı mı, nə zibildi mi? Gerek yok diye bir yavırçılıq deyil. Var öldürdüklərimizin üstündən qəşəng bir yedək çıxsa yaxşı olar. Öt bu M762-nin müvəqqəti hakkımı yerinə. Yelək də tapdıq qəşəng. Təkli yox, seri də yox, oto bilet. Bəyək M7. Və orada maşın keçdi, o desə körpü tərəfə gedirdi. Vəbşə bilirsin, bu PUBG-də ən əyləncəli şey bax. Uy, belə bir airdrop. Fişək atıblar, nə baş verir ha orada? O maraqlı temalar var ha. Uy, belə. Bizə Dominik Toretto kimi maşın zat sürür burada. Ki o çölü keçmək üçün biz gərək birinci gedək o tərsanədəki körpüyə. Başqa gün yol var buradan. Bir dəfə də vurma da, bir dəfə də vurma da.
Çox pis batmışdıq ha. Dostum ayağa qalx. Ölmək vaxtı deyil. Maşını yine pis qoydular ha. Qaç qaç maşından qaç. Bu bir. Bu bir Pasko da harda elə bir 2 nəfərdir bunlar. Hə deyir o birisi də orada. Dedim nə bunlar 2 nəfər idilər. O birisi suya girdi. Hara qaçsan Dost əvvəl axır çıxarsın olsun. Gözlə gələm. Biz alana getməliyik. Mesela öyle Berdel diye mənim yerimdir deyəsən. 16 leş like atıp abone olmayı unutmayın. Bunlar botlar ya ama bayaqçı tam deyəsən. Real yeni başlayanlar taxmayır. Çünkü canımı sıfıra saldılar. Bomba zat attılar. I need consumables. Gel olsun alan geldi birazdan. Rus diye özler. Her ihtimal karşı izler. Valla çarp birden riski oynaydı olur ki. Ve gördün atışma maşın. Bunlar nəsə yaxşı adamlara oxşamırlar. Biz alana gedək yaxşısı budur. Onlar olsa alana gəlmək məcburiyyətindədirlər. Mən heç batmayaq çünki yəni batılmağa dəmir. Üzr istəyirəm biraz kripəm. Dropda bir şey olar. Heç dropa baxmağa da vaxtımız yox deyə. Alanda qalıb ölməyək bir dənə. Bax alan çox vurur. Deyəsən öldük. Dostumuz alanda öldü. Başına şarap başı karıştığına göre oldu. Atışmalara baş karışmasın. Dedək birinci alanda yer tutaq. Dostumuz alanda öldü. Dostumuzu itirdik ve dostumuzun intikamını almaq məcburiyyətindəyik.
Yo yo bu silah. Bu dağın etrafını nəsə elə bil. Matibe TV getdi. Bak bu taşlar bize çok eşit siperler olacaktı. Arazideki biraz keşfiyat aparaq. 3 nəfər qalıbdı. Biri bizi. Yo 4 nəfər qalıb, biri bizi. Orta susturdu, ses çıxartmır. Bu botdu bu heç. Valla bir tek alana getdiyim. Bura gəl hə. Saqqala bax, pısıf gör harda gözləyir məni. Joker. Bir nəfər qaldı, 20 kill. Bomba video gelir. Prosto ki bir realni oyuncular çıxsa qalıb. Məncə bu axıra qalan realni oyuncu yoxşu nəsə. Bu ona bax tərəfə baxırdı. Kim var bu tərəfdə? Bu tərəf nəsə gözümə yaxşı dəymir ha. Bu tərəf gözümə heç yaxşı dəymir. Uy belə birdən çıxır böyle risk AVM ilə qoyur da. Dəli olaram ya Allah haqqı. 22 ilə gəlmişik buralara kimi. Bu evin içində bir baş görsən, yoxsa mənə elə gəldi. Yoxsa mənə elə gəldi. O bu əraziyə baxırdı sadəcə. Hardasan hə? Ben dedim o evin içinde bir baş görsən de buna bak buna bak. Bombaya oturarsın. Düz oturmadın ha ona. Neyse. Neyse dostlar, videomuz bu kadar idi. Videoyu beğenip kanala abone olmayı unutmayın. Sağ olun, gələn videolarımızda görüşənə dək. Daha çox PUBG Mobile istəyirsinizsə videoyu altından yazmağı unutmayın. Sağ olun, salamat qalın. Sonuçları gidip bax görək. Platin 4, Platin 3. Neyse dostlar, sağ olun, salamat qalın.